Qıza lazımdı əgər bilmək o da ev işi, paltar kişi, köhnə yumaq, yundaramaq, don yamamaq, səhni səranı süpürüb, qasanı qabı üfurub, küftə kələm dolması, mət halvası, ət boz başı, yalob yalı aş, bir dəxsi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunlağı da bilməcə eyb eyləməz, ancaq qıza ən lazım əli 1-2-3 məsələni bilməyidir, bilsə olur əmrə kifayət biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi təfriq edir, kim ona dair edə heylət ki, 5-3 gündə çox ildən qazanılmış bu qədər mehr məhəbbət, ola təbdili ədavət, biri həm axırı ən ümdəsi damda bacanın, həm xofunun, xortdanın adlarını bilməkdə gərək, səyyədə övrət nə qədər faydası var bu işin, gər ola diqqət ki, əgər ağlılaya yenki də cəlliyə də bir tif nəhayət, anası söyləsə bu adlar fil fövrədər övladını rahat və qalar əqli səlamət, başı çəkməz də məlamət. Budur aləmin isvan, budur hali müsəlman, gərəkdir də məhdud